أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qavli. Möhtərəm müminlər, möhtərəm müminələr, Allah mübarək cümə gününü hamımız üçün xeyirli qərar versin. Bu gözəl günün feyz və bərəkətindən bizləri binəsib eləməsin. Dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi rəhmət eləsin. Allah xəstələrimizə tezliklə şifa inayət eləsin. Müşküldə, darda olanlarımıza tezliklə nicat versin. İmam Zaman ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizləri ağanın zuhuruna hazır olanlardan qərar versin inşallah. Hamımızın aqibətini, ahirətini xeyirli və izzətli qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad edin. Yaşadığımız bu dünya ahirət üçün bir keçid məntəqəsidir. Hamımız bu dünyada müvəqqətiyik. Bir gün bu dünyaya gəlmişiksə, bir gün də bu dünyadan hamımız köçüb gedəcəyik. Çünki sabit bir qaydadır bu. Hər bir şeyin ki əvvəli var, mütləq və mütləq onun sonu və axırı olmalıdır. Yeganə əvvəli və axırı olmayan varlıq aləmləri yaradan Allahdır. Allah Quran-ı Kərimdə Peyğəmbər və onun pak əhl-i beyti öz mübarək sözlərində insanın başına bu dünyada nə gəlirsə dünyaya görə gəlir. İnsan üçün bu dünya keçibdir, lakin insanın bizim bu dünyaya həddən ziyadə, həddən artıq bağlı olmağımız bizim üçün problem yaradır. Ona görə də Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm və Həzrəti Əli, İmam Cəfər-i Sadiq bu məzmun, bu rivayət çoxlu imamlarımızdan, Peyğəmbərin özündən də gəlib, deyir nədir? Hubbud dünya rə'su kulli xatiyyə. Bütün səhvlərin, bütün problemlərin başı dünyaya məhəbbətdir. İmam Cəfər-i Sadiq aleyhissalatu vesselam'dan gözəl bir rivayət varid olub, istəyirəm onu sizin üçün oxuyum. Abdullah ibn Sinan İmam Cəfər-i Sadiq aleyhissalatu vesselam'dan rivayət edir, deyir, qala Rasulullah sallallahu aleyhi və alihi və səlləm. İmam Cəfər-i Sadiq rivayəti nisbət verir Peyğəmbərə. Deyir, İnnə əvvələ ma usiyallahu bihi sittun. 6 şey var ki, bu 6 şeylə ilk Allaha üsyan o 6 şeylə olub.
Yəni ilk dəfə üsyan, nə qədər üsyanın növləri var. Növbənöv üsyanlar var Allaha qarşı. Amma İmam Cəfər Sadiq deyir, Peyğəmbər belə deyir. 6 şey var ki, Adəm oğlu ilk öncə o 6 şeylə Allaha üsyan edib. O 6 şeyi icra eləməklə Allaha üsyan edib. Və siz indi baxsınız, görərsiniz ki, o 6 şey demək olar ki, bütün şeyləri, bütün üsyanın növlərini özündə cəm edir. Hamısını cəm edir. Birincisi hansıdır? Deyir, hubbud dünya. Bunun birincisi dünya məhəbbətidir. Baxın, ilk bəşər Adəmin dövründən baş verən hadisələri bir-bir incələyin. İndi mən bəzi qısa nümunələr deyəcəyəm. Ta bizim dövrümüzə qədər növbənöv cinayətlər, növbənöv fəsadlar, zülümlər hamısının kökündə duran ilk əsas səbəb dünya məhəbbətidir. Bu birinci. Hubbud dünya, dünyaya məhəbbət. İkincisi, hubbur riasə, rəhbərlik sevdası, vəzifə məhəbbəti, vəzifə sevgisi. O da Hz. Əmir əl-Müminin Əli ibn Əbi Talib əleyhissalatu vesselam'dan gələn bir rivayətə əsasən insanı məst edən, sərxoş edən vasitələrdən biridir. Niyə deyir İmam Əli insanı məst edən, sərxoş edən vasitələrdən biridir? Çünki haman vaxtı insanın ağlı başında olmur. Necə ki, hansısa bir vasitə, hansısa bir içkini içib özünü apara bilməyən insanlar görmürsünüz də en qədər. Bəzi vəzifəpərəstlər də, vəzifədə olan insanlar da eynən nədir? Haman o sərxoş insanlar kimi olurlar. Ağıl başda olmur. Elədiklərini bilmirlər. Siz Allah, ağıl başda olsa, ata vəzifəyə görə öz doğma balasını öldürər. Öldürməz. Amma siz baxın tarixə, şahların dövründən, fironların dövründən nə qədər kürsüyə, vəzifəyə görə valideynlər olub ki, öz övladlarını öldürüblər və əksi də hakəza nə qədər övladlar olub ki, onlar öz nədir? Valideynlərini öldürüblər. Tarix açıq-aşkar, hamınız bunu bilirsiniz, görürsünüz, oxumusunuz. Harun əl-Rəşid öz balalarına, mən bu sözü bir neçə dəfə bu mənbərdən demişəm. Harun əl-Rəşid, Allah ona lənət eləsin, bəli. Allah əhl-i beyt qatillərinin hamılarına lənət eləsin. Harun əl-Rəşid öz balalarına bu sözü, öz övladlarına bu sözü deyir. Oğlanlarının birinə deyir ki, deyir, oğul, əgər bilsəm ki, sən mənim bu mülküm üçün təhlükəsən, başımı kəsərəm. Fikirləşmədən sənin başını kəsərəm. Sözünün məzmununu deyirəm. Diqqət edirsiniz, insan öz övladını nə qədər istəyir? Valideyn öz övladına görə nələrə səbr edir, nələrə dözür. Lakin bir yerdə valideyn öz ağlını itirir. O haradır? O da nədir? Bəzi valideynlər rəhbər olan zaman rəhbərlik sevdası, rəhbərlik sərxoşluğu insanın ağlını insanın başından alır, valideyn öz övladının qatili olur. Ona görə bu ikincidir nədir? Həzrəti Peyğəmbər deyir, ikinci Allaha üsyan olunan əsas əməllərdən, əsas vasitələrdən biri hubbur riasə, rəhbərlik sevgisi. Və bu hədislərdə bu rəhbərlik sevgisi nədir? İnsanı aldadan ən təhlükəli məsələlərdən biridir və hər bir insanda olan xüsusiyyətdir. Heç kim deyə bilməz ki, məndə yoxdur. Çünki hədisdə var ki, siddiqlərin ürəyindən, hədisə baxın, çox təhlükəli sözdür. Siddiq insanlar daha kimlərdir? Deyir, siddiqlərin ürəyindən ən son çıxan məhəbbət vəzifə məhəbbətidir. Ən son çıxan məhəbbət. İndi qaldı ki, biz. Ona görə hədislərdə var ki,
Fironun açıq-aşkar dediyini çox insanlar öz ürəklərində gizlədiblər. Fürsət yoxdur deməyə. Birdən Firona verilən fürsət verilsə kiməsə, o hissi öz ürəyində gizlədənə, o da Firon kimi çıxıb deyəcək, mən sizin Allahınızam. Təsəvvür edin, insan vəzifə o qədər təhlükəlidir. Bu da bu dünyanın tələlərindən biridir də. O qədər təhlükəlidir ki, insan öz məxluq olmasını, zəif olmasını unudur. O həddə çatır ki, deyir, mən sizin Allahınızam. O həddə çatdı ki, Firon, Quran-ı Kərim deyir də, başladı bir hündür bir qala tikməyə, hündür. Nə inirsən? İstəyirəm gedim, o qədər hündür olsun, Musanın Allahını görmək istəyirəm. Quran ayəsidir də. Gör, insan bəzən rəhbərlik sevdası, xülyası, məhəbbəti insanı necə kör eləyir. Biz Fironları qoyaq kənara. Nə qədər bizim öz içimizdən bu günləri elə bəzən deyirik ki, filan kəs vəzifə filan kəsi aldatdı, vəzifə dünya filan kəsi aldatdı. O qədər bu sözü öz dilində əzbər eləyən insanlar olub ki, onlara fürsət veriləndən sonra onlar tənqid etdiyi insanlardan da pis olublar. Ona görə də bax, bu ikinci vasitədir ki, insanı nə eləyir? İnsanı çaşdırır və Peyğəmbər deyir, bu o altıdan ikincisidir ki, ilk dəfə Allaha üsyan bununla olunub. Hubbur riasə. Rəhbərlik sevgisi ki, insanı məst eləyir, sərxoş eləyir, ağlını başından alır, insan bilmir nə eləyir. Bizim içimizdə o qədər insanlar olub və bəziləri ilə mənim şəxsi münasibətim olub, dostluğumuz olub, salam-məlikimiz olub. Gündə namazın ilk sıralarında bəlkə də dayanan insanlardan olub, amma hələ böyük vəzifə yox, kiçik vəzifə əldə edəndən sonra insan nədir? Bir də görsən ki, o namaz məhəbbəti ki var idi onun ürəyində, yoxdur daha, gəlmir. Və əksinə, bəziləri var ki, namaza gəlməmək qalsın kənara, indi bu günləri səni, məni bəyənmir. Bəyənmir. İllərlə bizlə bir sırada qalan insan səni, məni bəyənmir. Yəni, sizcə bu normal bir şeydir. Xeyr, normal bir şey deyil. Sadəcə biz bunun fərqinə varmırıq. Məsum bizə deyir ki, nədir? Bu şey sizi məst edib. Siz fərqində deyilsiniz. Bu ikinci vasitə. Üçüncü, və hubbut taam. Yemək sevgisi. Bu da bir bəladır da. Bu yeməyi çox istəməkliyi həqiqətən nədir? İndi bəzilərinə gülünc gələr. Peyğəmbər həqiqətən də bunu yerində deyib. Bəziləri üçün yemək hər şeydir. Bəziləri ancaq yemək üçün yaşayır. Bəzi insanların belə namazı o qədər gözləmirlər, ibadətə o qədər sevinmirlər, xeyrxah əmələ o qədər sevinmirlər, yemək görəndə o qədər sevinirlər. Bizim el dilində yaxşı bir söz var, biraz kobud da çıxsa deyirəm, bir filan kəs yeməyi gördü, elə öz dədəsini gördü. Belə insanlar var, yeməyə aşırı nədir? Məhəbbəti var. Muaviyə, Allah ona lənət eləsin, Peyğəmbər ona qarğış eləmişdi. Demişdi qarğışında ki, Allah sənin qarnını heç vaxt doyurmasın. Qarğış eləmişdi Peyğəmbər ona. Çox yiyən idi də o. Həddən artıq yiyən idi. Peyğəmbər də ona qarğış eləmişdi, nədir? Allah sənin qarnını heç vaxt doyurmasın. Bədbəxt yeyərdi, gətirərdilər, belə böyük qablar qoyardılar, yeyərdi, doymazdı. Peyğəmbərin qarğışı onu tutmuşdu, doymazdı. Axırda əngi yorulardı çeynəməkdən, əmr eləyərdi, götürün bu yeməyi, öldüm mən, götürün bunu mən qovağımdan. Doymazdı ancaq. Ona görə bəzi insanlarda o yeməyə məhəbbət, yemək məsələsi çox nədir? Yemək bir vasitədir ki, biz ayaq üstə durayıq. Biz öz vacibi işlərimizi görək, dünyamızı və axirətimizi təmin edək. Yemək vasitədir, yeməyi hədəfə çevirməyək. Amma biz bu günlər həqiqətən də o qədər üsyanlar eləyirik. Yeməyə görə insanlar, bəzən görürsən bir qanun yeməyə görə harama əl atır, oğurluğa əl atır, qəsb eləməyə əl atır, zülmə əl atır, əli əyrilik eləyir bir qarın yeməyə görə. Ona görə bu üçüncü üsyan vasitəsi
İlk insan yemək vasitəsilə Allaha üsyan edib. Buna da diqqət eləmək lazımdır. Yemək hədəf deyil. Biz bu günləri, vallahi mən bəzən görürsən, o qədər insanlar sadə, primitiv məsələlərə görə, yeməyə görə nə qədər bizim cəmiyyətimizdə bir-biri ilə danışmayan insanlar var. Toya getdim, mənə yemək çatmadı. Məclisə getdim, mənə yemək çatmadı. Çatmadı da. Bu boyda kişi yemək davası edir. Həqiqətən insan özünü nə səviyyəyə salır ki, bir qarın yeməyə görə insan dava salır. Kiminsə toyunda dava salır, kiminsə məclisində dava salır. Və getdiyi hər yerdə onun deyir ki, filan kəsin toyuna getdim, mənə yemək vermədilər. Az görmürsünüz belə insanlar. Vallahi bu insanlar yemək üçün yaşayan insanlardılar sanki. Yemək olmadı ki, başqa şey yer. Başqa yerdə yer. Amma sən götürüb cəmaatın eybini açırsan, toyda filan kəs mənə yemək vermədi. Getdim, yeməyi zəif idi, filan idi, bəs məkanıdır. Bu da üçüncü vasitədir, bu da bir növ insanlardır. Ondan sonra dördüncüsü və ən təhlükəli olanlarından biri və hubbun nisa, qadın sevgisi. Qadın məhəbbəti də həqiqətən də ən təhlükəli məsələlərdəndir. Şahları qul eləyən məsələlərdəndir. Və bu barədə nə qədər istəsiz danışmaq olur. Bu da Allaha ilk üsyan olunan məsələlərdən biridir. Ondan sonra beşincisi Peyğəmbər deyir və hubbun naum, yatmaq sevgisi. Yatmaq da bir xəstəlikdir də. Normal yatmağı Allah nədir? Bizim üçün yaradıb istirahət vasitəsi. Lakin həddən artıq yatmaqlıq insana zərər verir. İnsanlar var ki, nədir? Mən dəfələrlə bu söhbəti demişəm. Biz bu günləri ona görə bu günə qalmışıq ki, biz Allahın kainatda qoyduğu nizamı pozmuşuq öz əlimizlə. Allahın qoyduğu qanunu eləmişik, əlimizlə pozmuşuq. Allah bizim üçün Quran-ı Kərimdə deyir və cealnəl-leylə libasa və cealnən-nəhara məaşa. Biz gecəni sizin üçün nədir? İstirahat eləmək üçün, xəlvətə çəkilib istirahat eləmək üçün, amma gündüzü sizin üçün hərəkət eləmək, gündəlik ehtiyaclarınızı əldə eləmək üçün, səy eləmək üçün yaratmışıq. Gecə yatmaq, gündüz işləmək. İndi bu günləri bizim gənclərimizin 80% gecələr yatmır, gündüzlər isə yataqlarından çıxmır. Bu bədbəxtçiliyə görə də nə qədər problemlər yaşayırıq biz. Ona görə ki, indi müasir əsrin bəzi gənclər üçün qazanc vasitəsi olub sosial şəbəkələr, TikTok, nə bilim nə, özünü nümayiş eləməklə cəmaat pul qazanır. Ona görə gecə yatmır, gündüz uzanır, yatır. Və ondan da sonuncusu Peyğəmbər deyir və hubbur raha. Rahatlıq nəyi? Sevdası. Hər bir insan öz rahatlığını istəyir. Və bu rahatlığı təmin eləmək üçün də bəziləri nədir? Halalı qoyur, gedir nəyə? Harama. Rahatlıq sevdası bəzən nədir? İnsanı zəlil eləyir. Bəzən insanı nədir? Möhtac eləyir. Amma mömin bilməlidir ki, Əmirul Müminin Ali ibn Əbi Talib əleyhissalatu vesselam deyir, la rahatə fid dünya, bu dünyada rahatlıq yoxdur, axtarma onu. Tam rahatlıq bu dünya üçün deyil. Hər bir fərdə uzaqdan tamaşaçı kimi baxmaq asaddır. Sən filan kəs xoşbəxtdir, filan kəsin hər nəyi var. İçinə girəndə görürsən ki, hər bir şəxsin özünə uyğun problemi var. Hər şəxsin özünə uyğun problemi var. Dünya malı da, sərvət də var, dövlət də, evin yaxşılığı da problemi həll eləyən səbəb deyil. Hər bir insanın problemi var. Rahatlıq hər kəsin ehtiyac duyduğu bir məsələdir, amma nədir? O, yenə də təhlükəli bir vasitədir. Onu düzgün kontrol eləyə bilmədiyin təqdirdə sən ondan Allaha nə edirsən? Üsyan edirsən. Ona görə nə qədər rahatlığını təmin edən insanlar var ki, dünyalarını qazanmaq üçün ahirətlərini əldən veriblər. Və nə qədər rahatlıqlarını təmin edən insanlar var ki, şəxsiyyətlərini itiriblər. Mən bunu təhqir mənasını demirəm, amma bu bizim
yaralı yerimizdir bu günləri dilənçiliyi. Həmişə mən buradan deyirəm bunu. Özünə adət edən insanlar var ha. Onlar zillətə razı olan insanlardılar. Onlar rahatsızlıqlarına görə gedib işləməyi nədir? Qəbul eləmirlər. Nə qədər olub burada bizim yaxşı qardaşlar, Allah onlardan razı olsun ki, kimlərinsə dilənçilik eləməyinin qarşısını almaq üçün onları işlə təmin ediblər, işləmir. Mən işləmək istəmirəm. Çünki nədir? Ən rahat vasitədir, gələsən deyəsən filan kəs mənə 5 manat ver, filan kəs mənə 10 manat ver. Üzün suyu gedəndən sonra həya ki üzdə olmadı, insan hər şey edir. Ona görə bu rahatsızlıq sevdası bəzən insanı həyasız edir. Rahatsızlıq sevdası, məhəbbəti bəzən insanı zəlil edir, xar edir, rüsva edir. Və asi edir ən ömdə Allaha. Ona görə bu 6 xüsusiyyət nədir? Hamısı dünyaya bağlı xüsusiyyətlərdir. Və bu xüsusiyyətləri bir yerə yazsız, görərsiniz ki, digər xüsusiyyətlər hamısı bu xüsusiyyətlərin altında nədir? Şaxələnir. Hamısı buradadır. Ona görə də Resulullah sallallahu aleyhi və səlləm və onun pak əhli beyti bizə nə deyir? Hubbud dünya rə'su kulli xatiə. Dünya məhəbbəti bütün problemlərin başı odur. Ona görə də iman olmayan yerdə, hədəf dünya olanda insan həqiqətən də onun işləri görüntü olur. Onun işlərində bərəkət olmur. Hər sahədə belədir. Bu günləri laf belə deyək ki, bu din sahəsi indi insanların etibar etdiyi, inandıqları, iman etdikləri sahədir də. Bu günləri əgər din xadimi işini qazanc mənbəyi bilirsə, onun idarə müəssisə müdürü ilə heç bir fərqi yoxdur. O, pul olan yerdə danışacaq, deyəcək, pul olmayan yerdə danışmayacaq, deməyəcək. Amma bir şəxs bunu etiqad bilsə ki, bu mənim vəzifəmdir, bu mənim əqidəmdir, bu Allahın mənim boynumda qoyduğu bir haqdır, mən bunu deməliyəm, çatdırmalıyam, bu işi görməliyəm. Onda artıq nədir? O insan yüksəlir Peyğəmbərlərin səviyyəsinə, çünki o Peyğəmbərlərin vəzifəsini yerinə yetirir. Çünki Peyğəmbər öz işini icra eləyərkən heç vaxt demirdi ki, mənə filan şeyi verin, filan şeyi verin. Mən bunu istəyirəm. Bunu elə düz deyəcəyəm, eləmə düz deməyəcəyəm. Bu növ insanlar nədir? Elə bəzi ustalardan, baqqallardan fərqi yoxdur. Pul əldə edirsən, nəsə verirsən, sənə bir şey satır. Haqqı verirsən nədir? Sənin üçün sənin xarab olan maşını düzəldir, nəyisə düzəldir. Və illa əks təqdirdə nədir? Amma din belə deyil. Etiqad belə deyil. Biz nə qədər dünyaya çox bağlı olduq, o qədər də bizim problemlərimiz nədir? Çox olacaq. Allah Quran-ı Kərimdə bizə ümumiyyətlə deyir ki, insanı əsasən doğru yoldan çaşdıran nədir? Dünyadır, dünyaya bağlılıqdır. Ona görə də Ali İmran surəsinin 14-cü ayəsində Allah nə deyir? Deyir, Zuyyinə linnās hubbuş şəhəvat minən nisai vəl-bənin vəl-qənatiril müqəntara. Ayənin uzun ayədir. Deyir, insanlar üçün şəhvət sevgisi, övlad sevgisi, qadın sevgisi, mal, pul sevgisi zinətləndirilib. Mən bunu dəfələrlə deyirəm ki, şeytan heç vaxt bir şeyi bizə sevdirmək üçün olduğu formada onu göstərmir bizə. Ona zinət vurur, gözəl göstərir. Belə bizi tələyə salır. Biz özümüz öz ağlımızla baxın, bir məsələn belə deyək də, bir siçanı tələyə salmaq üçün nə edirik? Bir qida qoyuruyor, bir pendir qoyuruyor ən azı ki, bunu aldadırıq da onu, belə deyir. Siz deyirsiniz ki, şeytan bu boyda ağıllı insanı elə hər şey olduğu kimi göstərər. Şeytanın da bizim üçün qurduğu tələ şəhvətdir, övlad məhəbbətidir, pul məhəbbətidir, dünya məhəbbətidir. Buna görə nədir? Elə bizim üçün şeylər qurur ki, biz onlara aldanıb öz axirətimizi əldən veririk. Əziz qardaşlar, ən təhlükəli şey dünyaya bağlılıqdır. Gözəl bir deyim var, deyir, zahid olmaq o demək deyil ki, sənin heç bir şeyin olmasın.
Bəziləri bu hədisi İmam Əli əleyhissalatu vesselama nisbət verilir, amma sabit mənbələrdə İmam Əlidən bu varid olmayıb. Amma gözəl deyimdir. Zahid olmaq o demək deyil ki, sənin heç bir şeyin olmasın, heç bir şeyə malik olmayasan. Zahid olmaq o deməkdir ki, səni heç bir şey nədir? Öz mülkiyyətinə almasın. Sənə heç bir şey malik olmasın. Yəni sənin malın, pulun olsun. Amma mal, pul sənə sahib olmasın. Sən ona sahib ol. İnsanın dünyaya bağlılığının əlamətləri var. O əlamətlər vasitəsilə də hər bir mömin, danışan da, dinləyən də o əlamətlər vasitəsilə özünü nə eləməlidir? Yoxlamalıdır. Bu günləri biz bir xəstəliyin olub olmamasını bilmək üçün gedirik nədir? Müəyyən mərhələlərdən keçirik, analizlər veririk, baxırıq, görürük, yoxlayırıq falan. İndi bu mənəvi məsələlərdə bunların da yoxlama vasitələri var. Bu günləri biz özümüzü, hər bir fərd, bir mömin, biz indi birimiz 70 il, birimiz 80 il, birimiz 30 il, 40 il, gənclər, Allah hamıya can sağlığı versin. Amma hərəmiz az çox indi yaşamışıq. Bu bizim vəzifəmizdir ki, xüsusən biz namaz qılanlar, biz Allah evinə cəm olanlar bəzən aldanmayaq zahirə. Bəzən görürsən nədir? Elə namaz qılan nədir? Dünyaya bağlıdır, özündən bir xəbərdir. Hansı vasitələrlə özümüzü yoxlayaq? Hər bir fərd ki, görəsən həqiqətən də bizdə də dünya bağlılığı var ya yoxdur. Ona görə əziz qardaşlar, mən 3 dənə əlamət qeyd edirəm. Əvvəl özüm üçün və sonra da siz əzizlər bunlara diqqət eləyək ki, yoxlayaq özümüzü. Görək həqiqətən bu bizdə var ya yoxdur. Varsa demək təhlükədəyik. Yoxdursa Allaha şükür eləməliyik ki, yoxdur və bunu sabit saxlamağa səy eləməliyik. Varsa gərək nədir? Bu təhlükəni bilib bunu özümüzdən uzaqlaşdırmalıyıq. Birinci, dünyaya bağlılığın birinci əlaməti insanın mal, mülk əlindən gedərkən qəzəblənməsi, amma namazını qəzaya verərkən qəzəblənməməsi. Bir dənə meyar yadda saxlayayım bunu. Mən məsələn, cibimdən məsələn 100 manatım, 200 manatım düşüb, itib. Və yaxud bir şeydə, bir ticarətdə ziyan eləmişəm, müəyyən məbləğ itirmişəm. Bir də sübh namazımı qəzaya vermişəm. Hansı daha çox məni narahat edir? Bu birinci bir sual verəydi özümüzə. Görəsən, sübh namazımın qəzaya getməsi 100 manat itirdiyim qədər məni narahat edir. Və yaxud yox, 100 manat itirəndə mən səhərdən axşama kimi af, uf yata bilmirəm. Amma sübh namazım qəzaya gedəndə elə bil ki, heç bir şey olmayıb. Bu gözəl bir meyyardır. Bundan özümüzü yoxlayaq. Namaz qəzaya gedəndə narahat oluram, olmuram. Pul itirən qədər namaza görə də mən narahatamsa, hələ bu qədər demirəm, amma gərək ondan çox biz. Çünki bir namazı qəzaya verməklik nədir? O malla, pulla, sərvətlə ölçülmür. Alimlər olub ki, biz danışırıq, nəzəriyyə danışırıq. Vallahi bizim o köhnə alimlərin əməllərinə öz payıma deyirəm çatmağımıza da çox qalıb. O pərdiskar insanlar ki, bir namaz qəzaya gedəndə onlar özlərini cəzalandırıblar. Özləri özlərinə cəza veriblər. Belə alim olub ki, bir sübh namazı qəzaya verdiyinə görə 40 gün oruç tutub. 40 gün. Deyib, sən öz-özünə deyib ki, mən nə gündəyəm ki, mənim sübh namazım qəzaya gedir. İndi görəsən, mən sübh namazım qəzaya gedəndə narahat oluram bu qədər. Biz narahat oluruq. Belə insanlar olub ki, öz sübh namazı qəzaya gedəndə və yaxud müəyyən işlər ki, o Allahın xoşuna gəlməyən işlərdir, özləri üçün fərdi cəza tətbiq ediblər. Bu cür insanlar olublar, axirətini düşünən insanlar. Amma bizdə əgər hansısa namazımızın, orucumuzun, vacib əməlimizin qəzaya getməsinə görə narahatçılıq keçirmiriksə, bu birinci siqnaldır ki, biz dünyaya bağlı olan insanlarıq. Biz hələ o axirətin həqiqətini dərk eləyə bilməmişik. Bu birinci vasitə, özümüzü yoxlayaq. İkinci
dünyaya bağlılığın əlamətlərindən biri budur ki, insan qazanc əldə eləyən zaman fərqi yoxdur. Halaldan olsun, haramdan olsun nədir? Sevinər. Qazanc onu sevindirər. Amma Allahın bağışlanmasına diqqət eləməz. Başqa bir cümlə ilə deyim bunu. Yəni biz bu qazanca görə ki, o qədər narahatık ki, olsun, gəlsin, biz həmçinin Allahın bizi bağışlanmasına görə də narahatık. O qədər hamımızın günahı var. En qədər insanlarımız nədir? Tövbə eləyib gəlmişik. Bəzilərimiz tövbə eləməmişik. Gündə nə qədər bu dilimizlə haram eləyirik, gözümüzlə haram eləyirik, əlimizlə haram eləyirik. Nə qədər? Hamımız da bundan biz belə bir zamanda yaşayırıq ki, belə bir insan deyə bilməz ki, mən bugün haram iş görməmişəm. Deyə bilməz. İlla ki bir iş görmüşük. Lakin biz bu dünyanı qazancı, sərvəti əldə eləmək qədər, o bizə o sevinci ki, o bəxş eləyir. Allahın bağışlanmasına görə də, Allah bizi bağışlasın deyə ona görə də o qədər nədir, narahatı görəsən. Onu da əldə eləmək üçün nədir, bir tövbə eləyəndə, bir zikr eləyəndə, bir dua eləyəndə o qədər o sevinç bizə də gəlir. Ondan da o sevinci əldə eləyirik ya, yox. Bu İmam Zeynal Abidin Aleyhisselatü Vesselam'ın dualarını mən gözəl dualarından biri bir misranı çox eşitmişsiniz sözü məndən. İmam deyərdi ki, nədir? Allahümme əziqni halavətə zikrik. İlahi sən mənə öz zikrimin şirinliyini dadızdır. Zikrin bir şirinliyi. Görəsən biz Allahu Ekber deyəndə, Subhanallah deyəndə bu zikirlərin şirinliyini dadırıq ya ancaq elə danışırıq. Görəsən biz məsələn müəyyən bir gün məsələn özümüz üçün zikr proqramımız var. Oturmuşuq gündə məsələn istiğfar eləyirik. Gündə məsələn bir salavat deyirik filan, bu 100 dənə, 1000 dənə məsələn hələ insanlar var da məşğul bu proqramımız var. Bunu da qazanmaq üçün, Allahın bağışlanmasını əldə eləmək üçün bu proqramlara da diqqət edirik, amma eləyirik ya, yoxsa elə bizim işimiz ancaq nədir, 5 manat gəlsin, yaşayaq, sabah nə olar, hələ o dünyadan heç kim gəlməyib. Bunu deyən kişilər vardı, amma bugün praktiki biz bunu nə eləyirik? İcra eləyirik. Dilimiz deməsə də icra eləyirik. Bu ikinci. Üçüncü dünyaya bağlılığın əlamətlərindən biri insan bu müvəqqəti dünyanın zahiri nemətləri ilə fəxr eləyib, əxlaq və iman dəyərlərini nə eləmək? Unutmaq. Dünya ilə fəxr eləmək, geyimlə fəxr eləmək, evlə, miniklə və əxlaqi dəyərləri unutmaq. Görəsən, məsələn, o əxlaqi dəyərlər, iman ki var, hər bir insanda nöqsan var. İnsan bir səhvini düzəldəndə daxili rahatlıq hiss eləyir, eləmir və yaxud bu şeylər hamısı test vasitələridir də, belə deyək. Analiz, diaqnozdur bunlar. Bu üçlüyü götürək, hər birimiz nə eləyək? Öz fərdi şəkildə özümüzə tətbiq eləyək, görəsən. Biz də bu dünyaya bağlı olan insanlardanıq, yaxud yox, biz təhlükədə deyilik. Amma inandırım sizi ki, mən də danışam, mən hamımızdan pis eləmənəm. Tətbiq eləsək bu üçlüyü özümüzə, hamımız biabırçı vəziyyətdəyik. Hamımız mənəvi cəhətdən pis gündəyik. Ona görə də bu hədisi, bu deyimi Peyğəmbər sallallahu aleyhi və səlləmin sözü heç vaxt unutmayaq. Hubbud dünya ra'su kulli xatiyə. Dünya sevgisi bütün problemlərin, çirkinliklərin nə idi? Başı odur. Amma hansı ki biz hamımızın yəqin bilirik ki, heç birimiz burada daimi qalmayacaq. Və təəccüblüsü budur ki, bilirik ki, biz bilmirik ha vaxt gedəcəyik və nə qədər qalacaq. Bunu da bilirik. Amma yenə də nədir? Dünyadan heç vaxt əl çəkmirik. Mən təəccübümə, bu təbliğat dövründə təəccübümə səbəb olan hadisələrdən biri, bəlkə də bir neçə dəfə danışmışam. Təəccübümə səbəb olan hadisələrdən biri də bu olub ki, bir insan onkoloji xəstədir. Allah bütün xəstələrə şifa versin. Bu insan onkoloji xəstədir, ölümlə əlbəyaxadadır, artıq bunun müalicəsi də tibbi yolla mümkündür. Özü də bilir. Uzanıb yorğan döşəkdə son günlərini yaşayır. Oğlunu çağırıb vəsiyyət edirdi.
Ona deyirdi ki, mənim filan qonşu ilə ədavətim var, mən ölüb gedirəm. Sənə zəhmətimi halal eləmərəm, sən onunla nə barışsan və sən onunla bu ədavəti davam eləməsən. Gör, nə qədər insan bədbəxtdir, nə qədər insan dünyaya bağlıdır ki, insan özü bu dünyada bədbəxt yaşayır. İndi bəlkə də haqlı səbəbləri var, amma bu kini elə bilsən bir miras kimi qoyursan öz övladına və vəsiyyət edirsən. Ona deyirsən, sənə haqqımı halal eləməyəcəm, sən onunla barışsan. Ona görə baxın, bu dünyaya bağlılıq bəzən bizi heç bax, bəzi halda insan xəstə halında da ayılmır. Ki, mən ölürəm, gedirəm. Xəstədir, ayılmır ki, 2 gün, 3 gün ömrüm var. Yenə də oğluna elədiyi vəsiyyətə baxsan bunu. Ona görə əziz qardaşlar, bu günləri biz zahiri görünüşü gözəl olan, lakin Hz. Əli Aleyhisselatü Vesselam deyir, dünya bir ilan mislindədir. Dünya bir ilan kimidir. Toxunarsan, yumşaq gələr. Amma onun yumşaqlığı səni aldatmasın. Bil ki, o nə qədər yumşaq olsa da, onun daxilində səni öldürə biləcək bir zəhər var. Çox gözəl sözdür. Toxunarsan, yumşaqdır, amma unutma ki, onun daxilində səni öldürə biləcək bir zəhər var. Allah, bu dünya müvəqqətidir, axirətimizi xeyirli eləsin inşallah. Allah Subhanahu və Teala ağlımızı əlimizdən almasın inşallah. Allah Subhanahu və Teala dünyadan bizi aparanda imanla aparsın inşallah. Allah öz mərhəməti ilə, lütfü ilə bizləri bağışlanmışlardan qərar versin. Dünya və axirət bizləri Muhammed və Ali Muhammeddən ayrı salmasın. Dünyada ziyarətlərin, axirətdə şəfaətlərin bizlərə nəsib eləsin inşallah. Ən gözəl kəlam Allah kəlamıdır ki, Qur'an-ı Kərimdə deyir, Bismillahirrahmanirrahim. Vəl-asri innəl insana ləfi xusr illellezina amanu və amilus-salihati və təvasav bil-haqqi və təvasav bis-sabr. Amennā billah, sadaqallahul aliyyul azim. Vəssalamu aleykum cəmi'an və rahmetullahi və barakatuh.